Əhl-i Sünnənin ən səhih hədis kitabı Sahih Əl-Buxaridə elə bir hədisə rast gəlmişəm ki, türklərimiz biz duracaq. Əhl-i Sünnənin ən səhih hədis kitabı Sahih Əl-Buxari, Əlxan Musayevin tərcüməsi və çapı. Deməli, 876-cı səhifədə 2201 nömrəli hədisi açırıq. Ən Cabir bin Samurətə radiyallahu anhu qalə, Səmi'tu Nəbiyyə sallallahu aleyhi və səlləmə yəqulu, yəkunu isnə əşərə əmirən, fəqalə kəlimətən ləm əsməhə, əbi innəhu qalə kulluhum min Qureyşin. Deməli, Peyğəmbərin səhabəsi Cabir bin Samurə nəql eləyir ki, Peyğəmbər sallallahu aleyhi və aleyhdən eşitdim ki, məndən sonra 12 dənə rəhbər, 12 dənə xəlifə, 12 dənə əmir gələcək. Sonra elə sözlər dedi ki, mən onu eşitmədim. Atamdan eşitdim ki, o xəlifələrin hamısı Qureyşdən çıxacaq. Məncə bu, Buxarinin özünün palavrasıdır, özünün gəldiyi oyundur. Çünki necə olur? Peyğəmbər özündən sonraki xəlifələrin sayını deyir, amma onların adını demir. Təbii ki, onlar Şiyə əqidəsinin 12 imamı əleyhimussalamdır. Sadəcə Buxari bizim Şiyə imamları ilə əleyhimussalam düşmən olduqlarına görə onların adını hədisdə qeyd eləmək istəməyib və sahabənin adından uydurub ki, adı nədir ki, sahabə deyib ki, onların adını eşitmədim, amma xeyr, yəni həqiqətdə hədis belədir ki, Peyğəmbər onların sayını dediyi kimi adlarını da deyib, amma yəni məntiqsiz olar ki, Peyğəmbər özündən sonraki xəlifələrin sayını desin, amma adını deməsin. Nə əlaqə? İslamda çoxlu xəlifələr olub, 12-dən çox olub. Biz nə bilək hansıları deyir Rasulullah? Deməli, burada Şiyələrin 12 imamı qəsd edilib. Çünki Şiyədən başqa heç bir əqidənin 12 imam, 12 xəlifə etiqadı yoxdur. Allah bunlara hidayət versin.